Əziz izləyicilərim, həyatımda rastlaşdığım ən gözəl insan, dostum, qardaşım, komutanım, övladlarımın üçün də kirvəsi, Peyğəmbər ruhlu, şəfalı əlləri ilə yüzlərlə, minlərlə əskər zabitlərimizi, insanlara həyat bəxş etmiş İmran həkimə ithaf edirəm. İmran həkim. Yağı düşmən irəliləyib gəlirdi. Qorxmaz igidlərin hünər yeri idi. İmran həkim bu övladın biri tək, qəlbində vətənə sevgilə gəldi. Keçdik bu yolları yan-yana qoşa, vətən torpağını verməzdik yada. Gücümüz, sayımız az olsa belə, qoymazdıq düşmənlər çatsın murada. Günü-gündən qüvvət aldıq Tanrıdan, dönmədik bu ölüm qalım yolundan. Allah'tan biz güc, qüvvət istədik, and içmişdik keçərik öz canımızdan. Yolumuz bir idi, məqsədimiz də, bilirdim var idi, gözləyəni də. Vətən sevgisinin sevgiləri ilə bütövləşib yaşadırdı qəlbində. Qarlı qış gününün gecələrində itib batardıq arzular gölündə. Döyüşdən çıxan yaralı igidlər şəfa tapardılar onun əlində. Hər kəsin ağrısına şərik olardı, gecə-gündüz əməliyyatda qalardı. Bir şəfa var idi onun əlində, ona inanardı yaralılar da. Zabit şərəfinə xidmət edərdi, hər kəsin yerini özü bilərdi. Hamıya bir örnək vətən sevgisi ilə, onu içimizdə hər kəs sevərdi. Fəxr edirəm sənin təbrikliyinə, Allah qüvvət versin o əllərinə. Qoy Tanrı qorusun şəfalı əlini, işıq saç hər kəsin gələcəyinə. Sən sadiq qardaşsan, gözəl atasan, ata-anana layiq övladsan. Sən düzü düz görüb haqqın yolunda, yaxşı ki Allahım, yaxşı ki varsan. Yolun açıq olsun hər zaman hər an, sənə kömək olsun bizi yaradan. Adın eşidilsin o zirvələrdə, başın ucu olsun uca dağlardan. Başın ucu olsun uca dağlardan.